Bağışlayan və mehriban Allahın adıyla hər vaxtınız xeyir izləyicilər. Hakka verilişi Könül TV-nin efirində yenidən görüşünüzə gəlib. Məhram ayı boyunca Könül TV-nin efirində siz silsilə verilişlər görəcəksiniz. Sırf bu aya aid, Kərbəla hadisələrinə aid və bu inanırıq ki, seçdiyimiz qonaqlar və mövzular sizin diqqətinizi cəlb edəcək. Əgər belədirsə, YouTube səhifəsi üzərindən verilişlərimizi bəyənin, paylaşın. İnanın ki, bizə böyük dəstək ola bilərsiniz. Bugün biz Kərbəla hadisələrinə toxunacağıq və mövzu ilə bağlı Sabirabad rayonu Suqovuşan kəndinin imamı, ilahiyyatçı İbad Əliyevi dəvət etmişik. İbad bəy, xoş gəlmisiniz. Çox sağ ol, təşəkkür edirəm, minnətdaram. Biz təşəkkür edirik, təklif qəbul edəcək gəldiniz. Kərbəla hadisələrinə dedik, toxunaq. Elə ilk sualım belə olacaq ki, hacı, niyə Peyğəmbər ümməti öz övladını öldürdü bu hadisələri? Biraz araşdıraq. Bismillahirrahmanirrahim. Başlayıram, bağışlayan, rəhm eləyən, mərhəmətli, mehriban Allahın adıyla məni bu verilişə dəvət etdiyinizə görə Könül TV-nin bütün əməkdaşlarına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm və bizi izləyən izləyiciləri eyni zamanda hər birisini ayrı-ayrılıqda salamlayıram. Ümumiyyətlə, bu sualları cavablandırmaq üçün tarixdə yazılmış bir neçə məsələlərə toxunmaq lazımdır. Həzrət İmam Hüseyn əleyhissalamın hadisəsi təkcə faciə, misilsiz fədakarlıq nümunəsi deyil. O hadisənin izahı psixoloji baxımından çox təəccüblüdür. Hadisə təbii ki, Peyğəmbərimizin vəfatından 50 il sonra baş verdi və bu hadisəni törədənlər təbii ki, Peyğəmbər əleyhissalamın ardıcılları olan müsəlmanlar idilər. Əgər onlara müsəlman demək olardısa, sadəcə olaraq biz dırnaqarası müsəlman deyirik. Əmmar Yasirin dili ilə desək, müsəlman oldular, İslam dininə daxil oldular, lakin müsəlman olmadılar. Elə ki, Yazid xəlifə təyin olundu və Peyğəmbər balalarını faciəvi şəkildə qətlə yetirdi. Elə bir formada qətlə yetirdi ki, biz deyərdik ki, hətta bu günləri dünya Yazid ibn Muaviyyənin cinayətindən danışır. Bütün Avropa alimləri hətta özləri söyləyirlər ki, Yazid ibn Muaviyyə çox qəti şəkildə Peyğəmbər balalarını faciəvi şəkildə qətlə yetirdi. Ümumiyyətlə, Əməvilər həm İslam dini üçün təhlükəli idilər və eyni zamanda Peyğəmbərin düşməni idilər. Elə ki, Muaviyyə və Yazid Şam və Suriyə vali təyin olundu, hadisələr də ondan sonra cəmiyyətimizdə qabarmağa başladı. Və Muaviyyə elə bir planlar həyata keçirirdi ki, hətta insanları bir-birlərinə qarşı qoyurdu və bu da dinimiz üçün çox təhlükə idi. Elə ki, İmam Hüseyn əleyhissalam buyurur, elə ki, Muaviyyə və Yazid kimilər İslama rəhbərlik etsələr, onda artıq biz bu günləri İslamın Fatihəsini oxuyaq. Həzrəti İmam Əli bu hadisələri qabaqcadan görürdü. Ümumiyyətlə, İmam Həsən ağanın başına hansı müsibətlər gələcək, İmam Hüseyn əleyhissalamın başına Kərbəlada hansı müsibətlər gələcək və o hadisələri qabaqcadan görürdü. Həzrəti İmam Əli Nəhcül Bəlağəsində qeyd edir ki, zaman gələr, hətta İslam dini arxası üzərində çevrilmiş boş qab formasında olar. Bütün onun içərisində nə varsa hamısı yerə süzülər. Həzrət İmam Hüseyn əleyhissalam hətta qiyam etməklə böyük işlər gördü. Yəni biz deyərdik ki, İmam Hüseyn əleyhissalamın qiyamı cəmiyyətdə müsbət işlərə səbəb oldu. Ümumiyyətlə, şəhadət kəlməsi dinimizdə önəmli məsələlərdən biridir. Hətta şəhadət cəmiyyətdə ictimai nur yaradır. Qəlblər saflaşır, qaranlıqlar aradan gedir. Nə gözəldir, ticarət o vaxt gözəl ticarət olur ki, mal bir dəfəlik satıla. İmam Hüseyn əleyhissalamın yolu təbii ki, Peyğəmbərin yolu idi. Ümumiyyətlə, din, İslam dini bizlərə güzəştə getməyi, bağışlamağı tövsiyə edir. Din məntiqi fədakarlıqdır və insan da bağışlamağı bacarmalıdır. Ümumiyyətlə, Füzulidən tutmuş biz bu günləri klassiklərimizin həyatına nəzər salanda Məhəmməd Füzulidən tutmuş Nəimiyə qədər, Nəimidən tutmuş Nəsimiyə qədər, Qasım bəy Zakirə qədər bizim bütün bunlar klassiklərimiz hamısı Əhl-i-Beyt barəsində nohələri, mərsiyələri mövcuddur. Məsələn, Məhəmməd Füzuli deyir ki, ey Kərbəla, ey Füzuli, məskənim üçün Kərbəladır şeirimin. Hər yerdə vardırsa xəlq onun müştağıdır. Nə qızıldır, nə gümüşdür, nə ləl, nə mirvaridir, sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır. Buyurur, o nə qızıldır, nə gümüşdür, ləldir, nə mirvaridir, sadəcə olaraq bir Kərbəla torpağıdır. Həzrəti İmam Əli Nəhcül Bəlağəsində buyurur ki, zaman gələr Kərbəla torpağından bir dəstə insanlar qalxarlar və onlar haqq hesabsız, soru-sualsız cənnətə daxil olarlar. Dağlı ləqəbli şair
Həzrət İmam Hüseyn əleyhissalamı tərifləyir. Deyir bir halda ki, Allah onu tərifləyib. Bu Hüseyn kimdir ki, aləm hamı divanəsidir. Necə bir şəmidir bilməm, hamı pərvanəsidir. Bu həmən şəxsidir kim, Seyyid-i Firdovsi bərim. Görməyib ruyi zəmin bir belə kət indiyə kim. Nuri xaliqdir Hüseyn, dayəsi Cəbrail əmin, cin ilə insi mələklər hamı heyranəsidir. Müctəba qardaşıdır padişahı cinni bəşər. Anası Həzrəti Zəhra, babası Peyğəmbər. Atası şir-i xudadır, nə əli keyfə bəşər, vaqif-i sirr-i xuda aləmə fərzanəsidir. Belə bir şəxsiyyət idi Həzrət İmam Hüseyn əleyhissalam. Ona görə də qərb alimləri, məsələn, İngilis filosofi Herbert Spencer xatirələrinin birində yazır ki, deyir, insanların, yaxşıların ən ali xüsusiyyəti budur ki, insanlıq formalaşdırsınlar və insanlıq yolunda formalaşdırsınlar və eyni zamanda gözəl işlər görsünlər. Ona görə də Həzrət İmam Hüseyn əleyhissalam buyurdu, əgər mənim dünyadan getməyimlə İslam dini yaşayacaqsa, onda mən ölüm dünyadan köçün, fəqət İslam dini yaşasın. İbad bəy, qadınların da rolundan istəyirdim bu hadisədə toxunaq. Nə demək olar? Ümumiyyətlə biz bu sualları cavablandırmaq üçün həm Quran-ı Kərimin ayələrinə və eyni zamanda tarixdə yazılmış bir neçə məsələlərə diqqət yetirə bilərik. Tutaq ki, onlardan biri də Həzrəti Xədicə idi. Həzrəti Xədicə Peyğəmbər əleyhissalamın həyat yoldaşı idi. Dövrünə görə zamanəsinin varlı insanlarından biri idi. Çünki o dövrdə yeganə gəlir mənbəyi ticarət idi. İnsanlar ticarətlə məşğul idilər və ticarətdə yüksək səviyyədə mənfəət gəlir əldə edirdilər. Onlardan biri də Xədicə idi. Xədicə bütün varını, dövlətini, hətta İslamın inkişafında xərclədi və eyni zamanda son axır dəqiqələrində belə Peyğəmbər əleyhissalamın yanından ayrılmadı. Son dəqiqələrində, çətin anlarında Peyğəmbərimizin yanında oldu. Və yaxud da Allah Quran-ı Şərifdə xüsusi olaraq qadına qiymət verir. Məsələn, Quran-ı Kərimdə kişilər haqqında ayələr mövcuddur, amma Quranda kişi surəsi yoxdur, amma Quran-ı Kərimdə Nisa surəsi var. Qadınlarımız barəsində Quran-ı Kərimdə surə var. Və eyni zamanda biz nümunə gətirə bilərik Həzrəti xanım Fatimə Zəhra, cənnət cavanlarının sərvəri, İmam Həsənlə İmam Hüseyn əleyhissalamın anası, Həzrəti İmam Əlinin həyat yoldaşı. Ümumiyyətlə Peyğəmbərimizin həyatı çox keşməkeşli olubdur. Yəni hətta Peyğəmbərimizin bir neçə övladları dünyasını dəyişdi. Ümmü Gülsüm, Zeynəb, Rüqəyyə, Abdullah, İbrahim, Əbülqasim kiçik yaşlarında dünyalarını dəyişdilər. Allah Peyğəmbərimizə xanım Fatimə Zəhranı hədiyyə elədi. Hətta Quran-ı Şərifdə Kəvsər surəsində bu məsələlərə toxunulur. Ümumiyyətlə o qadınlardan biri də Əmmar Yasirin anası Süməyyə idi. Baxmayaraq ki, müşriklər tərəfindən müəyyən təzyiqlərə məruz qaldı, amma İslamın ilk şəhidi sayılır Süməyyə xanım. Ətrafında olan bütün cavanlara tövsiyə eləyirdi ki, İmam Hüseyn əleyhissalamın yanında olun, ona arxa olun, dayaq olun. Ömürlərin vəfası yox, başa yetir fənadədir. Əhli vila bu barədə matəmi ibtiladədir. Bir nəzər ilə möminin gözləri Kərbəladadır. Aşıq olan Hüseynciyə qiblə nəmadır Kərbəla. Ona görə də bu məktəb eşq məktəbidir. Bu məktəb insanlarda sevgi yaradır, insanlarda məhəbbət yaradır, insanlarda bağlılıq yaradır. İnsanın qəlbində Allah axtarma hissi var, Allaha tərəf yönəlmə hissi var və peyğəmbərlər də, imamlarımız da gəlirlər o fitrətin qarşısında olan hicabları, maneələri aradan aparmaq üçün. Yəni bu günləri peyğəmbərlərimiz elə bir ictimai düzen yaratmaq istəyirlər ki, insanın fitrəti ilə həmahəng olsun. Onlardan biri də Həbib İbn Məzahirin həyat yoldaşı idi. Həbib İbn Məzahirə Kərbəladan məktub gəlir ki, imamın yanında olmalısan. Həyat yoldaşı deyir ki, bəs yaxşı sən getsən, əvvəl onu sınayır. Deyir, mən getsəm, axı siz kimlə qalarsınız? Deyir, sən Rəsul Əkrəmin belə buyurduğunu eşitməlisən. İmam Həsənlə İmam Hüseyn əleyhissalam cənnət cavanlarının sərvəridir. Elə ki, ey Həbib, Hüseyni görsən, bizim salamımızı ona çatdır və onun əllərindən, ayaqlarından öp. Digər qadınlardan da biz nümunələr gətirə bilərik. Tarixdə bir neçə qadınların adları qeyd olunur. Züheyrin həyat yoldaşı, eyni zamanda Müslim İbn Övsəcənin həyat yoldaşı. Bir qadının gözünün önündə həyat yoldaşının dünyasının dəyişməsi qadın üçün çox
çox acınacaqlı idi. Baxmayaraq öz oğlunu da göndərir. Deyir, əgər sən Hüseynin yanında olmasan, səndən mən razı olmaram. Yəni dinimizdə belə fədakar qadınlar olublar ki, İslamın inkişafında, İslamın bugünkü müasir dövrümüzə qədər gəlib çıxmasında çox böyük xidmətləri olmuşdur. Bəli. İbad bəy, ziddiyyətlər var ki, Quran-Kərimdə Əhl-i-Beytə aid ayələr barədə. Bu barədə nə deyə bilərik? Ümumiyyətlə bu sualları cavablandırmaq üçün konkret Qurani-Kərimin ayələrinə müraciət etmək lazımdır. Tarixi mənbələrə əsasən, təfsir alimlərinin dediklərinə əsasən təxminən 128-dən yuxarı Qurani-Kərimdə Əhl-i-Beyt barəsində ayələr var. Yəni Əhl-i-Beyt Quran, Quran Əhl-i-Beyt, Quran Həzrəti İmam Əli, Həzrəti İmam Əli Quran. Allah Qurani-Şərifdə ayələrdə buyurur. Məsələn, İnsan surəsinin 5-ci ayəsindən İnsan surəsinin 22-ci 23-cü ayələrinə qədər Əhl-i-Beyt barəsində olan ayələrdir. Necə ki, tarixi mənbələrdə qeyd olunur, Ramazan ayında Həzrəti İmam Əli ilə xanım Fatimə Zəhranın oruç tutması və qapı döyülərkən təamlarını bir gün yoxsula, bir gün fəqirə, bir gün də yetimə verməsi Quran-ı Şərifdə eyni zamanda Əhl-i-Beytə aid olan ayədir. Və yaxud da Kumeytin qardaşı Vərd özü İmam Məhəmməd Baqir əleyhissalamın dövründə yaşayan insanlardan biri olub. Gəldi dedi ki, fəsəlu əhlə zikri İn kuntum la ta'lamun. Əgər siz özünüz bilmirsinizsə, onda zikr əhlindən soruşun. Ayə kimə aiddir? Həzrət buyurdu, biz Əhl-i-Beytə aiddir. İstəsəm sənə ayənin tərcüməsini, təfsiri deyərəm, istəsəm demərəm. Ayə Həzrəti İmam Əli haqqındadır. Və yaxud da Ali-İmran surəsinin 61-ci ayəsi. Siz də oğlanlarınızı, biz də oğlanlarımızı mübahilə ayəsidir. Siz də qadınlarınızı, biz də qadınlarımızı. Əslində bu ayənin təfsiri çox genişdir. Mən ona toxunmaq istəməzdim. Və yaxud da Quran-ı Şərifdə Əhl-i-Beytə aid olan ayə İnnama yuridullahu liyuzhiba ankumur ritsa ahlal beyt və yutahhirakum tathira. Allah buyurur ki, biz Əhl-i-Beytdən həqiqətən o çirkinlikləri təmizlədik, onları pak və pakizə etdik. Təfsir alimləri deyirlər ki, bu ayə 5 nəfər barəsində nazil olan ayədir. Necə ki, Ümmü Sələmə deyir ki, Rəsul Əkrəm mənim evimdə idi. Xanım Zəhra daxil oldu içəri. Hətta Peyğəmbərimiz buyurdu ki, həyat yoldaşını və övladlarını çağır. Və Rəsul Əkrəm səmaya işarə elədi. Bu 5 nəfər mənə məxsusdur. Ümmü Sələmə dedi ki, ey Allahın Rəsulu, mən də sizdənəm. İndi Peyğəmbərimiz onun xətrinə dəyməmək üçün, qəlbinə dəyməmək üçün dedi ki, sən gözəl qadınsan, yaxşı yoldaşsan. Yəni biri var ümumi, biri də var xüsusi. Eyni zamanda Əhl-i-Beytə aid olan ayələrdən biri də Quran-ı Şərifdə Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Peyğəmbər denən zəhmət çəkmişəm. Ümumiyyətlə dinimizdə buyurulur La ilahə illallah. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. İkinci nübüvvət, peyğəmbərlik. Bu iki xüsusiyyət dinimizin kökü sayılır, dinimizin təməli sayılır. İmamət məsələsi nə üçündür? Yəni bu günləri insan dini öz düşündüyü kimi insanlara çatdıra bilməz. Öz düşündüyü kimi insanlara təqdim edə bilməz. Həzrəti Məhəmməd Peyğəmbər 40 yaşında cəmiyyətin içərisində bilindi ki, bu insan peyğəmbərdir. 23 illik peyğəmbərlik dövrü oldu. 63 yaşına keçəndə dünyasını dəyişdi. İmaməti Allahın buyurduğu şəxsiyyətlər kimi insanlara təqdim elədi. Öz nəvələri kimi yox. Qul la əsəlukum bəli əleyhə əcrən illəl məvəddətə fil qurba. Peyğəmbər, denən zəhmət çəkmişəm, əziyyət çəkmişəm, dini sizə çatdırmışam və zəhmətin müqabilində sizdən bir şey istəyirəm. Əhl-i-Beyti tanıyasınız. Yəni Əhl-i-Beyti tanımasınız, nə Allahı tanımısınız, nə də Peyğəmbəri tanımısınız. Peyğəmbərimiz hətta mən sonda deyərdim ki, bu cümlə ilə tamamlamaq istəyərdim. Peyğəmbərimiz dünyadan köçərkən buyurdu, sizə 2 əmanəti qoyub gedirəm. Kitab-əllah, Allahın kitabı və bir də itrətihi, mənim itrətim, yəni Əhl-i-Beytim. Maraqlı. Çox sağ olun. Qısa və lakanik danışdıq. İnanırıq ki, izləyəcəyimiz bir nəticə çıxar. Təşəkkür edirik. Çox sağ olun, təşəkkür. Belə əziz izləyicilər, Kərbəla hadisələrinə toxunduq. Bir verilişin də sonuna gəlib çatdıq. Mövzuya bağlı isə verilişimizə Sabirabad rayon Suqovuşan kəndi məscidinin imamı, ilahiyyatçı İbad Əliyevi dəvət etmişdik. Sizə mən Pəmir Rəhimli idim. Növbəti həftədə görüşmək ümidi ilə sizdən ayrılırıq. Allah'a əmanət. Sağ olun.